İsmayıllıda həmkəndlilərini bıçaqlayan şübhəli şəxs saxlanılıb. Publika.az unikal aza istinadən məlumat verir ki, sentyabrın 28-də gecə radələrində rayonun Talıstan kəndində şəxsi münasibətlər zəminində insident olub. Hadisə nəticəsində rayon sakinləri 2005-ci il təvəllüdlü, 2008-ci il təvəllüdlü, 2007-ci il təvəllüdlü və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli 2002-ci il təvəllüdlü Elşən Babayev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır. Məlumata görə hadisə toydan sonra olub və bıçaqlananlardan biri Səid adlı bəydir. İngiltərədə COVID-19-un yeni stratus ştamı sürətlə yayılmağa başlayıb. Turkustan.az məlumat verir ki, mütəxəssislərin sözlərinə görə bu variant xüsusilə səsdə dəyişiklik, boğuq və kəsik danışıqla seçilir. Bununla yanaşı, klassik simptomlar öskürək, boğaz ağrısı, yorğunluq və burun axması da müşahidə edilir. Stratus ilk dəfə 2025-ci ilin yanvarında Cənub-Şərqi Asiyada qeydə alınıb və artıq 38 ölkədə yayılıb. İngiltərədə isə XFG.3 alt ştamı iyun ayından yoluxmaların 40%-ni təşkil edir. Üst bu variantı nəzarət altında olan ştam kateqoriyasına daxil edib. Hakimlər qeyri-adi simptomlar hiss edən şəxslərə test verməyi və tibbi məsləhət almağı tövsiyə edirlər. İnsanlara peyvənd və şəxsi gigiyena qaydalarına əməl etməklə qorunmaq məsləhət görülür.